6 illik fasilədən sonra Bakı və Tbilisi arasındakı sərnişin qatarlarının hərəkəti artıq bərpa olundu. Bu həm Gürcüstanda yaşayan soydaşlarımız, həm də Azərbaycanda vətəndaşları sevindirir. Digər tərəfdən isə dünyada baş verən gərginliklər və yanacaq qiymətlərinin artması aviabiletlərinin qiymətinə də təsirini göstərir. Bu isə tur paketlərinin və yay istirahətinin bahalaşmasına səbəb olub. Bütün bu baş verənlər fonunda Azərbaycan vətəndaşları bu yay əsasən harda istirahət etməyi planlayırlar və bu istirahət onlara neçəyə başa gələcək? Sujetdə bütün suallara aydınlıq gətirməyə çalışmışıq. Bu həftədən fəaliyyətə başlayan Bakı-Tbilisi qatarına maraq gözlənildiyi həddən artıq yüksəkdir. Xüsusilə qarşıdakı yay mövsümündə bu istiqamətdə tələbin daha da artacağı gözlənilir. Turizm ekspertləri deyirlər ki, bu qatarlar vətəndaşlar üçün Gürcüstana gedib oradan başqa ölkələrə keçmə imkanı da yaradır. Burada dəmir yolu vasitəsilə Gürcüstana və yaxud da onun üzərindən tranzit olaraq başqa ölkələrə getmə bu nəqliyyatın qiyməti təyyarə biletinin qiymətindən dəfələrlə ucuzdur və nəzərə alsaq bunu qarşıdan gələn aylarda və mövsümdə bu istiqamətə yönəlmiş vətəndaşların sayı arta bilər. Bir yandan isə dünyada aviasiya yanacağının bahalaşması təyyarə biletlərinin qiymətlərini artırıb. Buna əsas gətirən qlobal şirkətlər hətta erkən rezervasiya ilə öncədən satılmış tur paketlərə əlavə $65 ödəniş tələb edir. Ekspertlər bu mövsümdə bütün istiqamətlərə olan tur paketlərdə qiymət artımının olacağını deyirlər. Turizm paketlərinin qiyməti məhz nəqliyyat xərclərinin artmasından, daşıyıcının artmasından bağlı olaraq dolayısıyla ümumi tur paketin qiymətinin bahalaşmasına səbəb olmuşdur. Bu o deməkdir ki, bu il müxtəlif istiqamətlərdə səyahətlərin qiymətində də müəyyən qədər artım ola bilər. Xüsusən də təyyarə ilə uçuş olan istiqamətlərdə biz bunu Azərbaycan misalında da tur paketlərinin qiymətinə əlavə $65 əlavə olunmasında da gördük. Azərbaycanlı turistlərin ən çox üst tutduğu ölkə isə Türkiyədir. Lakin hazırda Türkiyədə baş verən daxili inflyasiya qiymətlərin daha da artmasına səbəb olur. Bəs bu vətəndaşların seçiminə necə təsir edəcək? İnsanlar artıq Türkiyə istiqamətinə getməkdən imtina edir. Hətta bizim təcrübədə var ki, hal-hazırda müştərilər turlarını öncədən aldıqları rezervasiyalara ləğv edir. Turistlər ən çox qiymətlər münasib olduğu üçün, lakşeri otellər olduğu üçün Misir istiqamətinə daha çox yönəlirlər. Bundan əlavə Montenegro, Krit adasına olan turlara yönəlirlər. Çünki artıq düşünürlər ki, Türkiyəyə bu qiyməti verib daha da əlavə pullar ödəməkdənsə, Avropa istiqamətinə və sair digər istiqamətlərə daha lakşeri otellərdə yaxşı dincələ bilərlər. Bəs bu yay Türkiyədə bir həftəlik istirahət neçəyə başa gəlir? Keçən illə müqayisədə fərq çoxdurmu? İyun ayının əvvəli üçün bir nəfər üçün $650, 7 gecə 8 gün otel, bilet, all-inclusive qidalanma, transfer xidməti daxil bu qiymətlə gedə bilərlər. Keçən il təxmini $400, $450, $499 təxmini bu civarda 7 gecə 8 gün otel ala bilirlərsə, hal-hazırda bu qiymət $650 qədər yüksəlib. Tbilisiyə qatar səfərlərinin bərpasından sonra bir çox vətəndaşlar yay üçün səyahət planını dəyişərək Gürcüstan üzərindən Türkiyəyə getməyi düşünür. Bunlar əsasən aktiv istirahətə üstünlük verən, daha çox yerlər görmək istəyən turistlərdir. Bəziləri isə Gürcüstanın Qaradəniz sahillərinə, Batumi bölgəsinə üst tutmağı planlaşdırır. Şəkanur Şahaliyeva, Amil Əliyev, Yalçın Əmirzadə, İqtisadi Zona.